Deməli, M verilib 4. F verilib 24. Deyir, ilk hızı, yəni ilk surəti olan cismə sürtünmələr ihmal edildi. Yatay üfüqi deməkdir. Düzləmdə F qüvvəti uygulanır. Buna görə cismin 5 saniyədəki T də verilib 5. Elə bizdə nə istəyir? V-ni, son surəti. İndi biz elə düstur yazmalıyıq ki, Nərmin, bizdə bu düsturların hamısı olsun. Sən mənə de görək, F nəyə bərabərdir? Newtonun ikinci qanunu əsasən. M A'ya. Sonra M vurulsun. A'nın hansı düsturu var ki, orada V sıfır da olsun, V de olsun, T de olsun. V sıfır çıxılsın, V bölünsün T. Son surət çıx, başlanğıc surət böl T. Bölünsün T. İndi gətirib bunu yazırıq burada. V vurulsun. V çıx, estağfurullah. V çıx, V sıfır böl T. Çox, qoyuruq yerinə edirik. M neçədir? 4. Vur. Demə, F verilib də bizə. Yox, yerinə qoymayaq. Yerinə qoymaq. Belə yazaq da. Deməli, F neçədir bizdə? Kuzu. F neçədir? 24. 24 yazaq. 24 bərabərdir. 4 vurulsun. V neçədir bilmirik. V çıx, V sıfır. V sıfır 20'dir. Böl. T neçədir? T bizdən 5'dir. Biz bu 24 ilə 4'ü ixtisar apara bilərik. Elə burada qalacaq 6. Yazırıq. 6. V çıx 20. V çıx 20. V çıx 20 bərabərdir neçəyə? 6 vur 5 30. Buradan V nəyə bərabər olacaq? V də bərabərdir 30 plus 20 50. 50 nə? 50 nə? Metr bölünsün saniyə. Ay, sağ ol. Metr böl saniyə. Başa düşdün? Evet. Aha, indi buna əsasən 2'ni sən həll elə. Yenə oxuyuram. Yaz bunu köçürt. Köçürdün? Yazdın?